Hara Gedək verilişinin tamaşaçılarını Ağsudan salamlayırıq. Əziz tamaşaçılar, bu günləri Ağsuyun gəzməli, görməli, yeyib içməli məkanları ilə sizləri tanış eləməyə gəlmişik. Ekrana yaxın əyləşirik. Ağsulular sizi salamlayırıq, bütün Azərbaycana eşq olsun deyirik. Od yurdudur, odu göydən gətirir, neçə mərd oğullar yetirir. Sinəsində daş qayalar bitirir, qayalardır ayaqları Ağsunun. Od yurdudur, odu göydən gətirir, neçə... Gəlmişik Ağsuda yerləşən Dilman İstirahət Mərkəzinə. Burada Amir o qədər gözəl mənzərəli yerlər var. İnanırsan səhərdən gəzə-gəzə qalmışam. Çox böyükdür bura. Ay qız, sən indi görürsən, mən bu kətdə, bu rayonda, Ağsu rayonunda dəfələrlə olmuşam. Özdə Ağsuyun gözəl kətləri var. Kəlva, Xatman, Dilman və Dilman kəndində də yerləşən bu Dilman İstirahət Mərkəzinin çox böyük əhatəsi var. Çox böyük geniş həyəti var təbiət qoynunda. Ağaclar, ailəvi istirahət mərkəzidir. Amil, hamısını gəl deməyək. Gəl görsədək, baxsınlar. Bəli, göstərək. Gəl gedək. Neçə mərd oğullar yetirir, sinəsində daş qayalar bitirir, qayalardır ayaqları Ağsunun. Rasimimiz bir zirvədir elimdə, Səməndədə, Mikaildə, əlimdə. Rasimimiz bir zirvədir elimdə, Səməndədə, Mikaildə, əlimdə. Şakir bir al dolmalaşdı dilimdə, tarixləşdi qaymaqları Ağsunun. Amil, həmişə sən mənə sürprizlər eləyirdin. Bu dəfə mən sənə eləmişəm. Nə sürprizdə yalandan yenə nə danışırsan sən? Bir aç gözlüyü bax, sonra danışarsan. Əlimi çək baxın da. Ayda, nə qəşəng səhər yeməyidir bu. Otur, otur. Ye də, ye. Gör nə gözəlliyi var burada. Uyda. Başa düşdüm, mənə sürpriz eləmişsən, bildim. Bu yeməyin pulu kim verəcək səhər yeməyini? Narahat olma, sən verməyəcəksən. O 50 qəpiklər yığmışdım, sən verirdin mənə. Hə. O qalıq, mırıq, qırıq bir şeylər. Onları bankaya doldurmuşdum. İndi çıxartmışam. Onun pulunu mənimdir. Narahat olma ki, rahat yeməyi ye. Dayı denən ki, yenə mənim üstümə fırlanda, mən verdiyim 50 qəpikliklərdir. Çox soğuğu yoxdur da bu insanın da. Vallahi yoxdur. Amil, eşitirsən məni? Eşidir ki... Hal-hazırda eşitmirəm. Ağzı girişib yeməyə. Bunu ancaq belə susturmaq lazım deyə yeməklə. Amma öz aramızda yeməklər o qədər daddır ki, adam danışmaq istəmir. Nədə, görsən, məndən qabaq turam. Nə deyim ki, hava soyuqdur. Ye, get maşında mən hesabı ödə eləm ki, mən gözə gələm. Hə, haradasan bəs? Nə, gedirəm dən quzu almağa, işimiz var. Yeməyi yiyib, boş-boş danışma gələn, bilmir nə danışır, ağzına gələn danışır. Qız, bu səhər yeməyi Başı gəlir. itirmirsən, bu cür yeməyə görüb başı itirmirsən. Gör sənin üçün nələr təşkil eləmişəm. Bax, kənd qaymağı, pendiri, balı, ay vay vay. Hələ o qədər şeyləri var, pomidoru, xiyarı, hamısını özləri yetişdirir, xəbərim var. Hamısı kənd məhsullarıdır, əsl. Yenə mənim canım sağ olsun. 50 qəpikliklərim köməyinə gəldi. Nə səhv elədim mən buna Elə dedim. bil. Mən nə səhv elədim buna dedim. Bu belədir də adam başına vurandı da. Bəh, qaymağa bax, sən Allah buna bax. Belə şey görmüşdün, mən ola mən görməmişdim. Bax, əsillər deyirlər ha. Bax bu, Ağsuyun Dilman kəndində, Dilman İstirahət Mərkəzinin zavtırıqı belədir. Hələ gör, günorta yeməyi, axşam yeməyi bir başqa olur. Qalaq burada. Burada qalmalı yerlər də var. Bəli, bax, gördüyün kimi pomidor öz həyətlərinin pomidordur. Buranın sahəsi də var. Bəs hətta. yumurta? Əkin sahəsi, yumurta da
öz toyuqlarının yumurtasını bəh, 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 bəh. Baldı da, baldı, baldı, baldı. Birinci qoydu özünə. Baldı, baldı. Sən mənə qonağımı Lazım verirsən. deyil, qaşıqla mən yemirəm, mən belə yeyirəm. Əslində yumurta, pomidoru belə yeyərlər, tavadan. Bəh, 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 bəh. Gəlin də qardaş, siz də gəlin bizim kimi nuş eləyək. Biz gəlmişik Ağsumuzda yerləşən ən gözəl tədris mərkəzlərindən biri olan müasir tədris mərkəzinə. Ulu öndərimizin gözəl bir sözü var. Təhsil millətimizin gələcəyidir. Ağsuluların təhsili isə müasir tədris mərkəzindən keçir. Elə ona görə də nə edirik? Gedirik təhsilinlə məşğul olmağa. Gedək. Xoş gördük Arzu bəy. Tədris mərkəzinin fəaliyyəti haqqında biraz məlumat verərdiniz, zəhmət olmasın. İlk öncə onu deyək ki, xoş gəlmisiniz. Kursumuz 2020-ci ildən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddət ərzində, yəni 6 il ərzində demək olar ki, Azərbaycanda ən böyük universitetlərə, ən yüksək ixtisaslara şagirdlərimiz qəbul olublar. Həkimlər, müəllimlər, digər peşə sahiblərinə malik olublar. Hal-hazırda bitirib işləyənlərimiz hal-hazırda var. Və biz öz işimizi, fəaliyyətimizi davam etdiririk. Bu ildə etibarən hələ tam nəticələr çıxmayıb. Dövlət İmtahan Mərkəzinin 2-ci və 3-cü qrup nəticələri çıxıb, amma 1-ci və 4-cü qrupun hələ tam nəticəsi çıxdığına görə ümumi məlumat verə bilmirik. Amma bunu deyir ki, ən azı 4 dənə 600 plus şagird gözləyirik. Hətta 650 plus belə deyək. Və bunu deyə bilərik ki, Ağsuda olan kurslar içərisində ümumi olaraq Dövlət İmtahan Mərkəzində imtahan verən şagirdlərdə ən yüksək toplayan 5 şagirdin 3-ü bizim şagirdimizdir. Hal-hazırda dərslərində davam etdirirlər. 2-ci, 3-cü qrup fəaliyyətini bitiriblər, 1-4 dənimiz qalıbdır. Yəni onlar da 2-ci və 3-cü Dövlət İmtahan Mərkəzinin imtahanları var, təkrar imtahanı. Oraya hazırlaşırlar ki, 600 keçiblər və daha yüksək, yəni 650-670 keçmək üçün ikinci bir şansa gedəcəklər. Arzu bəy, nəticələr çox sevindiricidir, danışdınız, biz də sevindik ki, həmişə yüksəklərdə olasınız. Bəs necə oldu ki, bu tədris mərkəzini yaratmaq qərarına gəldiniz? Çox maraqlıdır bizə. Bildiyiniz kimi, bütün Azərbaycanın hər bir rayonunda hazırlıq kursları var. Düzdür, orta məktəb müəllimlərinin əziyyətini danmaq olmaz. Şagirdlərimiz 11 il ərzində orta məktəbdə dərs keçirlər, müəllimlərin əziyyəti böyükdür. Amma bunu hər kəs də bilir ki, yəni şagird orta məktəbdə çalışmaqla yanaşı digər hazırlıq kurslarında və ya da hazırlıq müəllimlərinin yanına gedirlər. Bunu yaratmaq səbəbimiz şagirdlərimizin deyək ki, yollarda qalmaması, bütün ixtisasları bir arada toplayaraq müəllimlərimizi hamısını bir yerdə cəmləşdirib şagirdlərimizin vaxtını səmərəli istifadə eləməsi üçün, həm də daha çox müəllimlərdən istifadə eləsinlər deyənə hazırlıq kursunu təşkil elədik ki, şagirdlərimiz asudə vaxtlarında belə, boş vaxtlarında belə gəlib kursumuzda əyləşib bilmədiklərini öz müəllimlərimizdən soruşacaqlar, suallarını verəcəklər və boş vaxtlarında kursda oturub dərslərini çalışacaqlar. Daha yüksək nəticə əldə eləsinlər deyə. Bəli, biz də sevinirik ki, bizim gənclərimiz gəlsinlər tədris mərkəzlərinə belə yaxşı peşələrə yiyələnsinlər, həm də bütün instituta sənəd verəndə yüksək ballar alsınlar. Yolunuzu müasir tədris mərkəzindən salmağınızı sizə tövsiyə edirik, əziz gənclər.
Davud müəllim, necə oldu ki, şəhid otağını yaratmaq fikrinə düşdünüz? Biz deməli müasir tədris mərkəzində təhsil alan şagirdlərimizə istədik ki, onlar Ağsu şəhidlərini unutmasınlar. O məqsədlə də biz ayrıca xüsusi bir otaq düzəltdik və o otağa şəhid olan Ağsu şəhidlərimizin valideynlərindən, ailə üzvlərindən, onların əşyalarını, geyimlərini, paltarlarını alıb o otağa bir düzəltdik, sərgi otağı düzəltdik biz orada və eyni zamanda şagirdlərimizin də əl işləri var orada və demək olar ki, tez-tez biz orada şagirdlərimizə həmin şəhidlərimiz haqqında məlumat veririk. İstəmirik ki, bu şəhidlərimiz unudulsun. Çünki onlar bizim baş tacımızdır. Həmişə də baş tacımız olaraq qalmaqda davam edəcəklər. Bu məqsəd, yəni əsas məqsədimiz də ondan ibarətdir ki, o şəhidlərimiz unudulmasınlar heç vaxt. Allah rəhmət eləsin. Allah rəhmət eləsin hər birindən. Bəli. Allah bütün torpaqlarımızın bütövlüyü uğrunda canından, qanından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Gözəl ideyadır. Bizim arzumuzdur ki, bütün tədris mərkəzlərində belə olsun. Biz də çox kövrəldik, baxdıq, izlədik. Doğrudan da xatirələr çox kövrəldir insanı. Azərbaycan Qarabağdır. Qarabağ da Azərbaycan. Azərbaycandır, bəli. Samir bəy, necə oldu ki, bu futbol komandasını yaratdınız? İlk öncə hamıyı salamlayıram. Mən böyük futbolda məşqçi olmuşam. 8 ildə artıq məşqçi təcrübəm var. Mən rayon çempionatı keçirtdim. Hardasa il yarım bundan öncə Ağsuda futbol demək olar yox səviyyəsində idi. Və o rayon çempionatından sonra qərara gəldim ki, uşaq futbolu quraq, yaradaq Ağsuda. Ehtiyac var, uşaqlar futbolsuz qalıb. Həm sağlamlıqdır, həm uşaqların idman şəraitində böyüməyidir. Və baxmayaraq ki, bir ilin komandasıyıq, biz Respublika gününə həsr olunmuş Şamaxıda turnir oldu. Vətən Akademiyası iştirak edirdi, Şamaxın öz akademiyası iştirak edirdi. Müəyyən klublar var idi. Biz Ağsu adına, Ağsuya oradan çempionluq gətirdik və biz çox xoşbəxtik ki, bir il yaranmağımıza baxmayaraq Ağsu tarixində Ağsuya kubok gətirən yeganə komandayıq. Sabir bəy, mən də sizə uğurlar arzulayıram. Gələcək planlarınız nədən ibarətdir? Gələcək planlarımız uşaqları sağlam şəkildə yetişdirməkdir. Böyük klublara, akademiyalara futbolçu verməkdir. Məsələn, biz artıq bu yolda ilk addımlarımızı atmışıq. Mən buradan fürsətdən istifadə edib Azərbaycan Millisinin baş məşqçisi Ayxan Abbasova təşəkkür edirəm. Gəlmişdi, bizim uşaqları burada ziyarət eləmişdi, onlara hədiyyələr gətirmişdi. Buradan Qarabağ Akademiyasına başda Qurban Qurbanov olmaqla təşəkkür edirəm. Avtandil Hoca Akademiya rəhbəri gəlirlər, izləyirlər uşaqlarımızı. Yəni seçimə şans var da uşaqlar yaxşı məşq eləsələr. İlk hədəflərimizdən biri rayondan uşaqlarımızı daha da böyük klublara göndərməkdir və təbii ki, özümüz də böyük bir yaş qrupunda komanda quracağıq. Yetişən uşaqlarımızı, rayonda qalmaq istəyən uşaqlarımız öz komandamızla öz rayonumuzu təmsil edəcək. Bəli, hər zaman irəlidə olun. Qalib Azərbaycanın qalib futbol komandaları yetişsin. Var Allah olasın. razı olsun. Sağ olun. Buradan gedirik. Müğənni dostumuz Elvin bizi gözləyir onun yanına. Gedək? Gedək. Ağsuda çox soruşduq ki, ifaçılardan kimi verilişimizə qonaq çağıraq. Hamı sizi bizim məsləhət gördü. Maşallah olsun, Ağsuda səs salmısınız hər yerə. Elvin bəy, biz bilirik ki, siz Ağsuda, Bakıda, bütün regionlarımızda el şənliklərində iştirak edirsiniz, ifalar edirsiniz. Sizi xoş gördük. Bizə danışın görüm uğurlarınız, klipləriniz, mahnılarınız nələr gəlir qabaqda? Amil bəy, Samirə xanım, xoş gəlmişsiniz bizim doğma Ağsumuza. Salamlayıram sizləri. Çox sağ olun. Mən artıq 16 ildir ki, Ağsu rayonunda müğənni və aparıcı kimi fəaliyyət göstərirəm. Ona görə də aparıcı olduğuma görə icazə verin sizə belə bir şeir deyim. Deyir, sinəmdə çırpışar, Mətləb Məmmədoğlu yazır ki, sinəmdə çırpındı ürək, havalandı arzu dilək.
tar kaman bir saz götürək, gələk Ağsuya, Ağsuya. Arzular çox ömür yarı, yad eyləyək bəxtiyarı. Gəzə-gəzə dolayları, yəqin ki, siz dolaylarla gəldiniz. Gəzə-gəzə dolayları, gələk Ağsuya, Ağsuya. Rasimimiz, Beyrəkimiz, Nəsimimiz, Cavidimiz. Rasim Balayev dahimiz, gələk Ağsuya, Ağsuya. Eşidək Şakirin səsin, sağaldar illər xəstəsin. Dinlə Şirvan şikəstəsin, gələk Ağsuya, Ağsuya. Mən arzu edirəm ki, bizim doğma Ağsumuza həmişə gözəl günlərə gələsiniz. Və biz də sizin sevə-sevə qulluğunuza durmağa hazıram. Bəli, mən Babayev Elvin Mahiroğlu, 21-7-ci ay, 87-ci ildə Ağsu rayonu Daşdəmir kəndində anadan olmuşam. Bəli, Ağsu, həmin doğulduğum kənddə təhsil almışam, sonra Şamaxı rayonunda yerləşən kolleclərin birində orta ixtisas təhsil almışam. Artıq 16 ildir ki, Ağsu rayon və ətraf bölgələrdə el şənliklərində iştirak edirəm. Hər halda mənə el arasında anaların müğənnisi deyirlər. Mən arzu edirəm ki, bütün evlərə, ocaqlara toy qismət olsun. Bizlər də sevə-sevə həmin məclislərdə iştirak edək. Sizə də bir daha xoş gəlmişsiniz deyirəm, can sağlığı arzu edirəm. Yeniliklər haqqında biraz məlumat verərdiniz. Nə mahnılar yazılır? Yenilik açığı mən son zamanlar sözləri mərhum şairimiz Sərbər Şahbəlinin, musiqisi bizim bəstəkar dostumuz, hamı onu Şeron Rüstəm kimi tanıyır. Elə efir vasitəsilə çox-çox təşəkkür edirəm ki, mənə o mahnını oxumağa icazə verdi. Musiqisi Rüstəm Zeynallının Ağsu mahnısı yazdırmışam. Bu yaxınlardan inşallah klip çəkdirməyə fikrimiz var. Və mənə anaların müğənnisi dediklərinə görə analar üçün bir gözəl mahnı yazdırmışam. Və bu mahnındakı sahibi bizim dəyərli gənc olmasına baxmayaraq istedadlı müğənnimiz Seymur Məmmədova təşəkkür edirəm ki, ilk ifadəsi olub və mənə icazə verib, mən də o mahnını sevə-sevə el şənliklərində, məclislərdə oxuyuram. Sular kimi temiz anam
Elvin bəy, biz bilirik ki, bu sənət aləminə qədəm qoyanda kimlərdənsə bəhrələnən ifaçılar var da. Siz kimlə ilhamlanmışsınız, kimlə bəhrələnmişsiniz ki, bu sənətdə özünüzü təsdiq eləmək üçün? Çox sağ ol Amil qardaş, gözəl sualdır. Əslində mən təhsil almışam, ancaq toy sahəsində bizim Şirvan elinin gözəl sənətkarı, mənim ustadım Həsən Ağa Babayeva baxıb, Ay maşallah. sevə-sevə bu sənətə gəlmişəm. Allah canınızı sağ eləsin. Allah Biz də sizin sizə can sağlığı versin, Allah bütün ustadlara can sağlığı versin. Dünyadan köçən ustadlarımıza Allah rəhmət eləsin. Onda bayaq dediyiniz ana mahnısını bir dənə sizdən dinləyək yazaq. Sevə-sevə baş üstə, böyük məmnuniyyətlə bir daha arzu edirəm ki, bütün evlərə, ocaqlara toy qismət olsun, bütün analara da qismət olsun, övladlarının toyunda mən bu mahnını oxuyum, onlar da övladlarına rəqs eləsinlər. Sənətkar, sənət məkanı saniyə gözəl Ağsu. Boynunda boyatdı neçə sənətkar, sənət məkanı saniyə gözəl Ağsu. Gərək danışmasın becər sənətkar, gərək danışmasın becər sənətkar. Hikmət məkanı saniyə gözəl Ağsu, hikmət məkanı saniyə gözəl Ağsu. Ağlayasın gəzir mərd övladların, səmədlərdə görübsüz ustadları. Gözəl Ağsu, şöhrət məkanı saniyə gözəl Ağsu. Ey ana yurdum Ağsu, sən mənim ömrüm Ağsu. Ey ana yurdum Ağsu, sən mənim ömrüm Ağsu. Torpağının daşının qurbanı oldum Ağsu, torpağının daşının heyranı oldum Ağsu. Neçə alimin var, neçə şairin, sən oldun vətəni aşıq şakirin. Neçə alimin var, neçə şairin, sən oldun vətəni aşıq şakirin. Əlinin Bilalın ana xatirin, əlinin Bilalın ana xatirin. Hörmət məkanı saniyə gözəl Ağsu, hörmət məkanı saniyə gözəl Ağsu. Ağlayasın gəzir mərd övladların, səmədlərdə görübsüz ustadları. Ağlayasın gəzir mərd övladların, səmədlərdə görübsüz ustadların. Dünya öz qəlbinə yazdı yadların, dünya öz qəlbinə yazdı yadların. Şöhrət məkanı saniyə gözəl Ağsu, şöhrət məkanı saniyə gözəl Ağsu. Ey ana yurdum Ağsu, sən mənim ömrüm Ağsu. Ey ana yurdum Ağsu, sən mənim ömrüm Ağsu. Torpağının daşının qurbanı oldum Ağsu, torpağının daşının heyranı oldum Ağsu. Xəlbiri daha sərvərin, sözü həyatından baha sərvərin. Ələndi xəlbiri daha sərvərin, sözü həyatından baha sərvərin. Qərbi yurd olsa da aha sərvərin, qəlbi yurd olsa da
mekanısan ey gözəl Aksu, şöhrət mekanısan ey gözəl Aksu. Ey ana yurdum Aksu, sen benim ömrüm Aksu. Ey ana yurdum Aksu, sen benim ömrüm Aksu. Torpağının daşının qurbanı oldum Aksu. Torpağının daşının heyranı oldum Aksu. Aksu, Aksu canım Aksu, şöhretim şanım Aksu. Aksu, Aksu canım Aksu, şöhretim şanım Aksu. Sen Şirvanın gözüsen, şöhretim şanım Aksu. Sen Şirvanın gözüsen, şöhretim şanım Aksu. Aksu, Aksu canım Aksu. Amir, çox sağ ol, məni gətirdin. Bu sərin bir park restoranına. Həqiqətən də çox gözəldir. O qədər sərindir. Çayın səsini eşidirsən. Ay, çox xoşuma gəldi də bura. Hələ mən belə Ağsuda yer görməmişdim. Hə, həqiqətən də belədir Samirə xanım. Bura gözəldir, sərindir, əladır. Yayda da mən burada istidə çimirdim çayda yeyib içəndən sonra. Birdən sel məni apardı. Düz gedib bulvardan çıxıb getmişəm evə. 20 manata qabağa düşdüm. Taksi ilə getmədim. Bulvarda çay var. Deyirəm ki, bu park restoranında asartı kebablığın bir başqa dadı var. Amir, bu bizim ikimizə bəs eləməyəcək. Özü yenə gəlsəydə darıxma. Özü də əmilik quzular var ha, Ağsuyun əmilik quzuları. Gəl deyirik adama, sən də gəl. Nə oldu? Zakaz elədi. Eləyirəm də deyə buradadır. Hə, onda olar. Əl vurma, onlar mənlidir. Bezdim bunun əlindən, başdan ayağa xərcdir. Belə yaşamaqdansa özüm atım saya çıxım gedim. Atı sanatda mənim heç vecibə də deyil, at getsin. Ay bala, gəl buraya zarafat eləyəm. Veriliş qutarmalıdır, qutaraq çıx gedək. Verilişə görə olar, amma belə atır sanat özüdür. Dostlar, sizlə Ağsu çayının körpüsündə sağollaşırıq. Gələn həftə görək, hara gedək?